Salam, indi cümlə üzvlərinin davamı olan xəbər keçirik. Görək xəbər nədir, nəyə deyilir, necə tapılır. Birincisi xəbər mübtədanın hərəkət və hökmünü bildirir. Hərəkət və ya hökmünü bildirir. Yəni bəzi yerdə hərəkət ola bilər, bəzi yerdə hökm ola bilər. Bunları da izah eləyəcəm. Mübtəda da nədir? Haqqında danışılan. Bunu iki formada verə bilər sizə. Ya deyər ki, mübtədanın hərəkət və hökmünü bildirir və yaxud da deyər haqqında danışılanın, yəni haqqında danışılan da mübtədadır da onsuz. Haqqında danışılan hərəkət və hökmünü bildirə bilər. Hərəkət dedikdə feili xəbərlər nəzərdə tutulur. Hökm dedikdə ismi xəbərlər nəzərdə tutulur. Quruluşca sadə və mürəkkəb olur. Yəni bütün digər cümlə üzvləri kimi quruluşca sadə, mürəkkəb olur. Mənacada iki növü var: ismi xəbər və feili xəbər. Bu arada yenə təkrar deyirəm, feili xəbərlər hərəkət bildirir, ismi xəbərlər hökm bildirir. Görək bu feili xəbər nədir? Necə tapırıq? Feili xəbərin bircə dənə ifadə vasitəsi var. O da feilin şəkilləridir. Feilin şəkilləri də hansılardır? Xəbər, arzu, şərt, vacib, lazım, əmr şəkli. Əgər feil bu şəkillərdən biri ilə ifadə olunursa, ona feil yox, daha doğrusu xəbər demək istirdim. Xəbər bunlardan birisi ilə ifadə olunursa, buna deyilir feili xəbər. Məsələn, o oxumalıdır. Nə etməlidir? Oxumalıdır. Kim oxumalıdır? O oxumalıdır. Burada oxu sözün kökü malı vacib şəklidir də, düzdürmü? Yəni vacib şəklini gördümsə, təsriflənən feil gördümsə, mən buna deyirəm feili xəbər. Yaxşımı? Bəs soruşsam ki, uşaqlar bu quruluşca necədir? Oxumalıdır nitq hissəsidir də, düzdürmü? Quruluşca da sadə olacaq. Ümumiyyətlə feili xəbərlər yalnız sadə olur. Quruluşca yalnız sadə olur. Əgər bir cümlədə feili xəbər gördünüzsə, elə bilin ki, o quruluşca sadədir. Yalnız sadə olur. Yəni mürəkkəbi olmur, unutmayın. Sən sabahda burada qalacaqsan. Nə edəcəksən? Qalacaqsan. Kim qalacaq? Sən qalacaqsan. Harada qalacaqsan? Burada qalacaqsan. Nə zaman qalacaqsan? Sabah. Qalacaqsan oldu bizim xəbərimiz və qal sözün kökü acaq zaman şəkilçisidir, yəni bu xəbər şəklidir və ona görə olur bu feili xəbər. Uşaqlar feili xəbərdirsə quruluşca necədir? Xəbərimiz sadədir. Kitabı oxusa mövzunu da anlayar. Nə etsə oxusa, nəyi oxusa kitabı. Nə edər? Anlayar nəyi? Mövzunu. Burada şərt şəkli ilə ifadə olunub, yəni feili xəbərdə artıq. Burada da xəbər şəklinə ifadə olunub, yenə deməli bu da feili xəbərdir və feili xəbərlər quruluşca sadə olur. Sən evə gedəsi deyilsən. Nə edəsi deyilsən, gedəsi deyilsən. Xəbərimizdir. Gedəsi lazım şəklidir. Lazım şəklidirsə yenə feili xəbərdir. Feili xəbərdirsə quruluşca sadədir. Burada sizə bir şey deyim uşaqlar. Bu deyil, idi, imiş, isə hissəcikləri xəbərin yaranmasında iştirak edir axı. Və bunların xəbərin nə mənaca növünə təsiri var, nə də quruluşca növünə təsiri var. Yəni heç bir təsiri yoxdur. Yəni elə bil ki, onları görməzdən gəlin də. Məsələn, burada siz buna feili xəbər dediniz, deyil sözünə görə demirsiniz ha bunu. Gedəsi lazım şəklidir, ona görə deyirsiniz. O da gəlməli idi. Gəl sözün kökü malı vacibdir, idi hissəci ilə işlənibdir. Nə etməlidir? Gəlməli idi kim? O. İndi bu vacib şəklindən ifadə olunub, ona görə feili xəbərdir və quruluşca da sadədir. Yenə təkrar deyirəm, deyilin, idi, imişin xəbərin nə quruluşca növünə təsiri var, nə də mənaca növünə təsiri var. Heç bir təsiri yoxdur yəni. Qısacası təkrar deyirəm, feili xəbər yalnız feilin şəkilləri ilə ifadə olunur və yalnız sadə olur, quruluşca sadə. Unutmayaq. Sonra keçdik ismi xəbərə. İsmi xəbər nələrlə ifadə olunur? Yəni yerdə qalan bütün nələr varsa, hamısı ismi xəbər olur. Yəni feilin şəkillərini çıxartdınız, qoydunuz kənara. Yerdə qalan nə görürsünüzsə, hamısı ismi xəbərdir. O yerdə qalanlar nələrdir? Adlardır. Adlar deyərkən nəyi nəzərdə tuturuq? İsim, sifət, say, zərf, əvəzlik. Bunlar olur ismi xəbər. Məsdər tərkibləri, feili sifət tərkibləri, mürəkkəb adlar, ismi birləşmələr. Burada xüsusən ismi birləşmələrdə 2-3-cü növü nəzərdə tuturuq.
Bunlar və həmçinin predikativ sözlər ismi xəbər olur. Predikativ sözlərə söz xəbərlər də deyirlər. Bunların özəlliyi nədir? O haqqda məlumat verim. Deməli, bu predikativ sözlər var, yox, lazım, gərək, mümkün, bəs bunlardır. Bu predikativ sözlər suala cavab vermədən müstəqil şəkildə xəbər olur. Yəni, tək başına xəbər olur. Bunlar yalnız quruluşca sadə olurlar. Yanındakı söz idi, imiş, deyil olsa belə, yəni bunlar quruluşca sadə olur, suala cavab vermir, yaxşımı? Və ismi xəbər olur. Bu arada ismi xəbərlə bağlı bir qeydim də var. Əgər ki bu ismi xəbər kimi işlənən sözlər var, burada yazmışam. Bunlar ismi xəbər kimi işləndiyi zaman ya xəbərlik şəkilçisini qəbul eləməlidirlər, ya idi imiş hissəciklərini qəbul etməlidirlər, ya da deyil sözünü qəbul etməlidirlər ki, xəbər ola bilsinlər. Məsələn, nümunə yazıram. Deyirəm ki, o oxuyan deyil. Oxuyan deyil. Burada mən həmin feili sifətdən istifadə elədim də, düzdürmü? Təhlil edirəm. Neydən deyil? Oxuyan deyil. Kim? O. Soruşur ki, xəbər nə ilə ifadə olunub? Siz burada deyili nəzərə almırsınız da, oxuyandır. Yəni feili sifətlə ifadə olunub. Feili sifətlə ifadə olunubsa ismi xəbərdir. Düzdürmü? Və quruluşca da nədir? Sadədir. Yəni bunun quruluşa təsiri yoxdur. Sırf deyil sözünə görə götürüb bunu mürəkkəb deməyin. Feili sifətlə ifadə olunub, sadədir və ismi xəbərdir. Sonra mənim çoxlu pulum var. Mənim çoxlu pulum var. Var xəbər. Görürsünüzmü? Sual vermədim. Var xəbər deyirəm. Nə var? Mənim pulum. Mənim pulum üçüncü növdür, düzdürmü? Və çoxlu araya daxil oldu. Bütöv götürəcəyiz. Mənim çoxlu pulum var, oldu xəbər. Daha doğrusu mübtədə var, oldu xəbər və ismi xəbərdir. Nə ilə ifadə olunub? Söz xəbərlə ifadə olunub deyə bilərsiniz. Predikativ xəbərlə ifadə olunub deyə bilərsiniz. Fərqi yoxdur. İsmi xəbərdir. Quruluşca sadə olacaq. Bu qədər. Sonra məsələn, başqa nə yazmışıq? Tam mürəkkəb adlar. Yazaq, məsələn, bura yazaq ki, Bakı Dövlət Universitetidir. Haradır? Bakı Dövlət Universitetidir. Hara Bakı Dövlət Universitetidir? Bura. İndi Bakı Dövlət Universiteti mürəkkəb addır da, düzdürmü? Mürəkkəb addır, ismi xəbər olur. Yəni əsas odur, feilin şəkli deyil ki. Feilin şəkli deyilsə nə gördünüz? İsmi xəbər götürəcəksiniz. İsmi xəbərdir. İndi quruluşunu soruşam sizdən. Uşaqlar, mürəkkəb adlar necə olurdu quruluşca? Mürəkkəb olurdu elə. Yaxşı, görürsünüz xəbərlik şəkilçisini qəbul edib. Və yaxud məqsədim oxumaqdır. Məqsədim oxumaqdır. Nədir? Oxumaqdır xəbər, nə məqsədim? Bu da oldu. İsmi xəbər, yenə xəbərlik şəkilçisini qəbul elədim. Quruluşca sadə oldu, çünki məstərlə ifadə olunub, söz birləşməsi yoxdur, mürəkkəb ad yoxdur, olacaq ismi xəbər və sadə. Belə, deməli, xəbərin quruluşca və mənaca növləri ilə bağlı bu qədər, amma təbii ki, mən xəbərdə bir-iki istisnai məqamları sizə qeyd etməliyim, hansı ki, yəni onları bilmək lazımdır ki, səhv etməyək də, xəbərdə səhv etməyək. İndi onlar haqqında danışaq. Deməli, uşaqlar, qeydim bundan ibarət idi. Yəni, burada yazmışam. Deməli, bu buraxılış imtahanına düşüb. Hardasa, məncə 3 il öncə idi. Birinci sual idi. Cümlə, yəni sırf xəbərlə bağlı bir sual deyildi, əlavə ilə bağlı bir sual idi, əlavələrlə bağlı bir sual idi və o sualı yazmaq üçün gərək bu qaydanı biləydik, yəni bu qaydanı bilmədən o sualı yazmaq olmazdı. İndi qayda nədən ibarətdir uşaqlar? Deməli, qeyri-müəyyən təsirli halda olan məsdər istəmək feili ilə işlənsə, onlar bir təhlil edilir. Bax, təkrar deyirik, qeyri-müəyyən təsirli halda olan məsdər istəmək feili ilə işlənsə bir təhlil edilir, bircə xəbər götürülür və feili xəbər olur. Yönlü halda olan məsdər başlamaq feili ilə işlənirsə, o da bir təhlil edilir.
və bunlara aid burada bu başlamağı da dairəyə alaq, bunlara aid bir nümunə yazmışam. Onlar mahnı oxumaq istəmirlər. Həmin burada istəmək feilimiz var. Özündən əvvəldə qeyri-müəyyən təsirli halda olan oxumaq var. İndi biz bunu necə təhlil edirik? Təbii ki, belə. Nə etmək istəmirlər? Oxumaq istəmirlər. Kimlər oxumaq istəmir? Onlar. Nəyi oxumaq istəmir? Mahnını. Yəni bunun düzgün təhlili belədir. O bu barədə danışmağa başladı. Nə etməyə başladı? Danışmağa başladı. Kim? O. Nə barədə? Bu barədə. Yəni, yenə baxın, təkrar deyirəm. İstəmək feilindən əvvəl qeyri-müəyyən təsirli halda məstər varsa bir təhlil edilir. Başlamaq feilindən əvvəl isə yönlü halda olan məstər varsa bunlar bir təhlil edilməlidir. Bəs bunlar xəbərin hansı növü olur? Təbii ki, siz burada məstərə baxmırsınız, son gələnə baxırsınız. Bu feilin şəklidir, düzdürmü? Ona görə bunlar götürülür. Feili xəbər, yaxşımı? Və quruluşca da sadə götürülür. Çünki feili xəbərlər necə idi? Sadə idi, uşaqlar. Belə. Xəbərlə bağlı bu qədər. Yenə video işinizə yaradısa bəyənin və kanalda izləyin. Sağ olun.